Deməli, informatika model 2020. Deyir, qovluqda 20.992 bayt informasiya var. Əgər qovluqdan 3 kilobayt audio, bu qədər mətn, bu qədər də video silinərsə, qovluqda nə qədər informasiya olar? Yəni, burada ədədlərin böyük kiçik olmağın heç bir fərqi yoxdur. Məsələ sadə toplama çıxmadır. Yəni, biz ümumilikdə 20.992-dən çıxmalıyıq, daha doğrusu baytdan çıxmalıyıq. 3 kilobayt üstə gəlinsin 12.800 bayt, üstə gəlinsin 0.5 megabayt. Qalır bir dənə bunların hamısını bayta, megabayta ya da kilobayta hansı uyğundursa ona çevirib hesablamaq. Burada cavab alınır, məsələn 517 kilobayt. Yəni ki, çevrilmələrdə bilirsiniz. Elə bir çətin bir şey deyil. 2. Element bazasına əsasən EHM-in inkişaf tendensiyası bu təkrar sualdır. 2, 4, 1, 3-dür. Elektron lampa, diod, tranzistor, integral sxem, çox böyük integral sxem. 3. Doğru mülahizələri müəyyən edin. Deyir ki, skaner qrafik informasiyanı kağız üzərinə çıxarmır. Biri rahatlıqla çıxdıq. Deməli, 5 bizdə doğrudur. 3-ə baxsaq cavab alınır. Sistem bloku fərdi kompüterin əsas qurğularından biridir. Bəli, doğrudur. Doğru cavab oldu. 3, 5, 6. Yəni də baxın bir dənə. Budur, hə, düzdür. Aşağıdakılardan hansı antivirus proqramlarına aid deyil? Təbii ki, söhbət arxivatorlardan gedir. 5. ICQ, Telnet, Copper. Bu yaxında 2025-də filan düşmüşdü qəbula. Ya da 2026-ın birinci cəhdində filan. Uyğunluğu müəyyən edin deyir. Hansı ki, ICQ yadınızda saxlayın ki, köhnə çat idi. Bunu bir dəfə sizə göstərmişdim. 1-ə C uyğundur. Telnet demişdim sizə, uzaqda yerləşdirilmiş terminalların emulyasiyası, yəni uzaq məsafədən kompüterlərə giriş eləmək üçündür. Y. Copper iyerarxik menyu sistemidir. Bu da oldu. B. Telekonferanslar və xəbərlər bloku yadınızda isə demişdim ki, bu da Usenet-dir. Elektron məlumatların ötürülməsi, qəbul edilməsi imkanları elektron məlumat deyir. Bu ideyana, yəni elektron poçtu nəzərdə tutur. Bu da e-maildir, yəni belə deyək ki. C, Y, B doğru cavab olur C. Sonra 6. Aşağıdakılardan hansı fayl əməliyyatlarına aiddir? Deməli, paste-dir, copy-dir. Bunlar bilirsiniz ki, heç bir zaman faylda olan bir şeylər deyil. Home-da olur adətən. Ona görə 2 ilə 3-ü çıxsaz ki, hamısı çıxmadı. 1 var, nağdır, 4 var, 5 də var. Replace də bilirsiniz haradadır. Replace də home-da editingin içərisində yerləşir. Doğru cavab olur 1, 4, 5, Bakı. Uyğunluğu müəyyən edin. Deməli, Şin, halqa, ulduz. Şinə aiddir Ethernet, halqaya aiddir Token Ring, ulduza da aiddir Arcnet. Yəni, TCP, IP onsa baza protokoldur, DNS isə domen adlar sistemidir. Ümumiyyətlə, dəxsi yoxdur söhbətə. CDB doğru cavab olur C variantı. Şəkildəki diaqram hansı texnologiyadan istifadə etməklə qurulub? Lent tabları hansı proqrama məxsusdur? Lent tabları açıq aydın görünür ki, Word-a aiddir. Və görürük ki, Word-də diaqram daxil olunub və Excel sənədi açılıb. Deməli, söhbət nədən gedir? OLED texnologiyası Word-dən. Çünki biz keçən həftə sizə Windows-dakı texnologiyaları izah edə dedim ki, 3 dənə texnologiya var. OLED, drag and drop, bir də ki, plug and play deyil, adları da burada keçir. Ki, bir proqram daxilində digər proqramın açılması artıq OLED texnologiyasıdır. 9-cu sual aktuallığını itirib artıq Windows 11 üçün doğru deyil, yəni tamamilə doğru deyil. 10. Tutumu 8 kilobayt olan klasterə tutumu 3 kilobayt olan neçə fail yerləşdirmək olar? Deməli, yoldaşlar, klaster məsələsi. Klaster məsələsi illərlə modeldədir və test kitabçalarında və hər yerdə var. Və abituriyent proqramında çox aktiv bir sual növüdür. Yəni, test-tez imtahana salınır. Sözümü nəyə gətirmək istəyirəm? Son illərdə hansı ki, magistraturanın informatikasında abituriyentin informatikasına salınmış sual tiplərindən götürüb ora da əlavə edirlər. Və yenə deyirəm ki, klaster məsələsi ümumiyyətlə imtahana düşmədiyi üçün ola bilər ki, bu imtahan vaxt düşsün. Yəni, bunu da hər imtahan deyirəm ki, düşə bilər, hələ ki düşməyib. Və çox diqqətli olun klaster. Mən sizə atdığım video dərslərdə əməliyyat sistemi dərsi var. Əməliyyat sistemi dərsinin içərisində klaster məsələlərini ciddi şəkildə izah eləmişəm. Kimin bu məsələlər üzrə boşluğu varsa, tövsiyə edərdim ki, o məsələləri işləsin, yəni üstündən keçsin. Hətta mən indi sizə dərsin sonunda yadıma salarsınız, klaster məsələləri ataram, işləyərsiniz. Görün, klaster biliyiniz yerindədir, yoxsa yox. Yəni, o tip məsələlər bilirsiniz, yoxsa yox. Əgər şey olsa, çətinliyiniz olsa, növbəti dərsdə onları izah edərik. İndi söhbət nədir burada? Tutumu 8 kilobayt olan klasterə, tutumu 3 kilobayt olan neçə fayl yazmaq olar? Yadında saxlayın ki, hər bir fayl üçün, tutalım ki, 127 dənə fayl
fayl var. 127 dənə faylın dənə-dənə hamısı ayrıca klasser olur. Yəni 127 faylı bir klasterə sığışdıra bilməzsiniz. Klaster və fayl anlayışı fərdiyyət daşıyır. Birin birə. Bir fayl, bir klaster. Bir klaster, bir fayl. Yəni siz bir klasterə eyni anda yalnız bir fayl yaza bilərsiniz. Bu eyni faylda ola bilər, müxtəlif faylda ola bilər. Fərq eləmir. Yəni deyərsiniz ki, bəs 2 dənə eyni mətn faylı olsa yaza bilərik ikisini. Xeyr. İstəyir 5 dənə, 3 dənə eyni fayl olsun, dəxlisi yoxdur. Bir klasterə bir fayl yerləşir. Burada da ideya nədir? Deyir ki, tutumuz 8 kilobayt olan klasterə neçə dənə 3 kilobaytlıq yazma olar. Hamı fikirləşir ki, 8-dir. Şurada 2 dənə 3-lüyü bunun içinə yerləşdirmək olar. Cavabda götürür ki, xeyr. Bir klasterə yalnız bir fayl yerləşdirmək olur. Həcmindən asılı olmayaraq. Yəni, nə olsun ki, 3 8-in içinə 2 dənə yerləşir. Dəxlisi yoxdur. Biz neçə dənə deyirsə, yalnız bir dənəsini yerləşdirə bilərik. Davam edərək 11-ə. Şəkildəki dialoq pəncərəsi hansı lent tabına aiddir və nə üçündür? Burada orijinal və review'si müqayisə edilir. Bu da review'da compare əmri var. Onun üçün istifadə olunur. 12. Doğru mülahizələri seçin. Mübadilə buferində olan fraqmentlər üçün belə bir anlayış var. Baxın, Word-də mübadilə buferini açıram. Bir neçə dənə fraqment atdım bura ki, məqsədimizi izah edə bilək. Gördüyünüz kimi, Word-ın clipboardunda burada 2 dənə əmr görürsünüz. Paste all, clear all və ya paste delete. Deməli, belə bir nəticəyə gəlmək olar ki, mübadilə buferində olan fraqmentlər üzərində 2 cür əməliyyat keçirilə bilər. Ya hamısını eyni anda paste edə bilərsiniz. Ya da ki, tək-tək. Ya hamısını eyni anda silə bilərsiniz, ya da ki, tək-tək. Qəti şəkildə, qrup şəklində birinci, üçüncü, dördüncü anlayışı yoxdur. Ya tək-tək, ya hamısı. İndi gəlin baxaq. Deyir ki, mübadilə buferində olan fraqmentlərdən bir neçəsini eyni anda mətnə yerləşdirmək olar. Sizcə bu doğru fikirdirmi? Xeyr. Çünki dedim ki, ya tək-tək, ya da ki, hamısı. Birləri çıxdıq. Deməli, 2, 3, 6 düzdür bizim üçün, amma oxuyarıq o bəndləri. Gəlin baxaq, mən sonra 2-yə yazıb. Mübadilə buferində olan bütün fraqmentləri eyni anda mətnə yerləşdirmək olar. Mübadilə buferində olan fraqmentlərin hər birini ayrı-ayrılıqda mətnə yerləşdirmək olar. Mübadilə buferində olan bütün fraqmentləri eyni anda silmək olar. Bu da doğrudur. Yəni, cavabımız B olacaq. 5. Mübadilə buferində olan fraqmentlərinin birini ayrılıqda silmək olmaz. Niyə ki, olmasın? Mübadilə buferində olan fraqmentlərdən bir neçəsini eyni anda silmək olmaz. Bəli, düz deyir. Yəni, biz də dedik ki, bir neçəsini silmək olmaz. Sonra gəldik 13-ə. Açılmış sənəd pəncərələrinin avtomatik nizamlanması lentin hansı tabu və lent qrupudur? Aydın məsələ ki, view, window, pəncərələrlə bağlı bir şeylər hamısı windowda yerləşir. Aşağıdakılardan hansı təqdimat proqramı pəncərəsinin interfeysinə aid deyil? Formula bar. Bu sual hətta Word üzərindən və ya Access üzərindən də verilsə, yenə də doğruydu. Yəni ki, formula bar orada yoxdur. Təbii ki, digər variantlarda dəyişməlidir. Çünki formula bar bilirsiniz ki, sırf Excel-ə xas bir şeydir. Sonra əldə nəyə? 15. Doğru mülahizələri müəyyən edin. İçərisində məlumat olan B sütunu seçilib gizlədilmişdir. A1, C1 xanalarını seçərək surətini alıb digər yerdə yerləşdirdikdə yalnız A1 və C1 xanaların məlumatı yerləşdiriləcək. Söhbət nədən gedir? Söhbət bu ideyadan gedir ki, tutalım ki, siz buraya yazmışsınız 1, 2, 3. Daha sonra B sütununu seçdiniz, gizlətdiniz. Daha sonra A1, C1 diapazonunu kopyaladınız. Gətirib başqa bir yerdə Ctrl-V eləyəndə gördüyünüz kimi ortada gizlənmiş B sütununun məlumatı da burada çıxır. Deməli, gizlədilmə. Hansı ki, köçürmə və digər hesablama əməliyyatlarını neynəmir? Təsir etmir. Təbii ki, təsir edən halları
da var. O ki, hansı ki xüsusi funksiyalar var ki, gizlənmiş xanaları da hesabla, gizlənmiş xanaları nəzərə alma və s. belə bir şey. Amma normalda gizlədilmə bu tip belə deyim ki, şeylərə təsir etmir heç birinə. Ona görə də yalnız A1, C1 yox, A1, C1, həmçinin B1-in də məlumatları yerləşdirilir. Birləri rahatlıqla çıxa bilərik. Deməli, 2-3-ümüz doğrudur. Yəni, fikri də oxsaz çox rahatlıqla yəni ki, görünür. Gəldi 4-lə 5-ə baxaq. Deyir ki, cədvəldə seçilmiş bir sətri və ya sütunu dondurmaq mümkündür. Bəli, freeze panes var. View-da da burada freeze panes var gördüyünüz kimi. Deyir ki, cədvəldə yalnız birinci sətri, birinci sütun. Xeyr, birinci sətr anlayışı yoxdur. Birinci sətr. Amma birinci sütun anlayışı var. Görürsünüz, freeze first column. Sırf sütun üçün var. Birinci sütun anlayışı var. 5 də belə getdi. Doğru cavabımız olur 2, 3, 4. Bir də 6-nı qeyd eləmək istəyirəm. 6 da çox maraqlı bir cümlədir. Deyir, xana daxilində yuxarı və aşağı indeksdə yazmaq üçün hər hansı bir əmr nəzərdə tutulmamışdır. Deməli, bu nədir? Çox diqqətlə qulaq asın. Word proqramında bilirsiniz ki, burada aşağı yuxarı indeksdə yazmaq üçün belə bir əmrlər var. Və görürsünüz, subscript. Mən üçün vurdum, 2 yazdım. Yəni aşağı indeksdə yazmaq üçün. Və ya superscript var, vurursunuz, yuxarı indeksdə yazırsınız. Biz Word-ün əsas məqsədi mətn yazmaq, mətnləri redaktə etmək olduğu üçün bu əmrləri göz önünə qoyublar. Çünki biz yazı yazanda tez-tez bu şey, üçün mən riyazi bir yazı yazıramsa, demək olar ki, orada tez-tez qüvvət və aşağı indeksdən istifadə edirəm. Ona görə Word-də bu əmrləri göz önünə qoyublar. Yəni, konkret olaraq gözümüzün qabağındadır. Amma və lakin Excel-də və PowerPoint-də və PowerPoint-də hansı ki font qrupasında gördüyünüz kimi həmin əmrlər görünmür. Niyə? Çünki aktiv istifadə olunmur. Lakin fontun dialoq pəncərəsində bu əmrlər var. Gördüyünüz kimi superscript və subscript var. Sadəcə yenə deyirəm ki, Excel-də və PowerPoint-də də gördüyünüz kimi bax görünmür burada. Aktiv olaraq istifadə olunan bir şey olmadığı üçün onu qoymayıblar ora. Amma dialoq pəncərəsinin içərisində görürsünüz superscript və subscripti əlavə ediblər. Və bunu yadda saxlayın. Word-də yenə deyirəm ki, aktiv istifadə olunan bir əmrdir deyə göz önündədir. PowerPoint-də və Excel-də də var. Sadəcə göz önündə deyil. Bu da belə. Gəldik 16. 16-nın sual pay diaqramı ilə bağlı, bilmirəm bu qeydi demişdim yoxsa yox, bir daha təkrarladıram. Pay diaqramında yadınızda saxlayın ki, diaqramın qurulması saat əqrəb istiqamətində qurulur və saat əqrəb istiqamətində nəyə nəzərdə tuturam? Məsəl üçün, gəlin A variantını götürək, C3, C6 deyir bizə. Yəni, burada seçdiyiniz xanalar 25-dən 27-yə doğru. Pay diaqramında saat əqrəbi istiqamətinə paylanır. Yəni, bu o deməkdir ki, 32% 25-dir, 29 17%-dir, 12 23%-dir, 28 isə 27%-dir. Lakin, açıq aydın yəni görünür ki, uyğunsuzluq var. Mənim üçün 25 ədədi hər hansı bir ədədin daxilində 32% yer tutduğu halda 29 ədədi 17% olur. Bu nətər ola bilər ki, kiçik ədəd böyük faizə, böyük ədəd kiçik faizə uyğun gəlsin. Riyazi olaraq anormaldır axı bu. Aydın oldu. Ona görə bax, biz bu ideya əsasında xanaların pay diaqramında saat əqrəb istiqamətə paylanması ideyası ilə bu sualı həll edirik. Deməli, A variantı doğru deyil. Qalır C variantı, yəni digərləri də səhv olacaq. Gəlin C variantına baxaq. C variantı B2, B5 deyir. 26, 14, 18 və 22. Gördüyünüz kimi faizlərlə ədədlər arasında belə uçurum yoxdur. Məsələn, 14-17% ən azlarıdır. 22-28%-dir. Məsələn, 18 ondan biraz az olduğu üçün bu 23%-dir. 26 hamısından böyükdür, 32%-dir. Deməli, faizlərlə ədədlər bir-birinə neynir? Uyuşur. Digər tərəfdən içimiz rahat olsun deyə təbii ki, bütün variantları onsuz da burada yoxlayırıq və qanun uyğunluğun ödəmədiyini görəcəyik. Amma hər ehtimal, yəni bir dənə ürəyiniz rahat olsun deyə buradakı ədədləri toplayın. Ümumi cəmi edir 80. 80-in içərisində götürün hər hansı bir ədədin faiz payını tapın. Məsələn, 14-ün 80 daxilindəki faiz payı.
14 böl 80 vur 100. Tapacaqsınız təqribən 17,5 saat verir. Bu arada bir də belə şeydə diqqətli olun. Birdən hesab kitab eləyəndə məsələn 17,5 alarsınız. Burada 17% verir. Narahat olmayın. Yəni şübhə içinə düşməyin. Onu yuvarlaşdırıb atıblar ora. Yəni dim onu dim deyirəm. Excel onu elə eləyir. Yəni 17,2, 17,3 saat olanda götürüb bunu 17% kimi yazır beləncə. Yəni elə bir şey olsa çaşqınlığa düşməyin. Sonra 17. Cari təqdimata yeni slaydın əlavə edilməsi new slide əmri. Artıq bilirsiniz ki, PowerPoint-də iki yerdə var. Həm Home-da var, new slides əmri, həm də gördüyünüz kimi burada da var. Yəni cavablarda indi burada insert yoxdur, doğru cavab Adır. Uyğunluğu müəyyən edən nisbətən gücü qüvvəti atribut. Nisbətən gücü kortejlərin sayıdır. Qüvvət domenlərin sayıdır. Atribut isə sütun başlıqlarıdır. DAY doğru cavabımız olur Bakı. 19. URL ünvanı qurmağı deyil. URL ünvanı quran zaman birinci protokol gəlməlidir. Daha sonra slashları. Daha sonra serverimizin adı. www varsa www, yoxdursa da ki, gəlin özümüz yazaq. Onun bir qorxusu yoxdur. Düzdür, yoxdur, prosta yəni yazaq. Bu internet xidmətidir. İnternet xidmətindən sonra serverimiz gəlməlidir. Serverimiz hansıdır? DIM-dir. DIM Qovaz hökumət portalı deyir. Deməli, ikinci, yəni alt domenlər bunlardır. gov.az və FTP.net faylı. Fayldakı slash qoyulub burada yazılır. Doğru cavabımız olur A variantı. Şəkildə ballar cədvəli verilmişdir. Bu cədvələ əsasən aşağıdakı formada ballar query sorğusu yaradılırsa, sorğu nəticəsində alınan cədvələ ilk 4 yerdəki tələbələrin sıra nömrələri ardıcılığını müəyyən edin. Deməli, biz burada nə görürük, nə bilməliyik? Aşağıda gördüyünüz bu sahə ki var, buranı bilmək lazımdır. Field cədvəlin sahələridir, ID, ad, məntiq, nə bilim nə. Table, hansı ki burada ballar cədvəlidir, ona görə table gedir adı. Sort hissə descending və ascending olaraq iki əmrdən ibarətdir. Descending hansı ki azalma sırası, ascending yazılsa isə artma sırası deməkdir. Show bölümü sorğuda görünə biləcək və görünə bilməyəcək sorğuları göstərir, yəni şeyləri. Hansı ki, hansıların ki qabağına quş qoyulubsa onlar sorğuda görünəcək, hansıların ki qabağına işarə qoyulmayıb, deməli onlar sorğuda görünməyəcək. Biri var iştirak etməyəcək, biri var görünməyəcək. İnformatika sorğuda iştirak edir, amma nəticəsi görünməyəcək. Çünki showda ora heç nə qoyulmayıb. Kriteriya hissəsi hansı ki şərtləri verdiyimiz hissədir, bir də or bölməsi var. Əgər yadınızda saxlayın, şərtlərin hər ikisi və ya bir neçəsi kriteriya bölməsində yazılıbsa, yəni hamısı kriteriyada yazılıbsa, bu artıq bizə əndi verir. Yəni kəsişməni. Yox, biri burada yazılıb, digəri orada yazılıbsa, bu isə ayrı bildiyimiz ordur, yəni birləşməni verəcək. İndi biz ideya etibarilə nə etməliyik? Yəni bizim sorğumuz nə üzrədir? Məntiqi 45-dən böyük bərabər olub, or, informatikası 20-dən böyük bərabər olanları tapırıq, daha sonra isə onları azalma sırasına görə düzürük. Yəni biz bunu eləməliyik. Gəlin baxaq, elə məntiqlə cavab çıxır demək olar ki, burada 47, 45, 48, 45. Deməli, biz bunları azalan sırayla düzsək, gəlir alınır nə? 48, 47, sonra gəlir bu 2 dənə 45. Yəni, saxlan, bu 2 dənə 45 olduğu halda, belə bərabər olduğu halda, proqram nə edir? Hansının ID-si böyüdürsə, birinci onu yazır. Yəni, birinci Rəşadı yazır, sonra Elxanı. Ona görə doğru cavab olur 3, 1, 4, 2. Sonra davam edirik 21-ci sualda. Deməli, 21-ci sual say sisteminin, yəni belə deyim də, sadə bir sualdır, elə bir şey deyil. Sadəcə 6 dənə variantdır. Mən sualı sürətli işləmə texnikasını deyəcəm sizə. Sürətli işləmək üçün nə etmək lazımdır, yoldaşlar? Bu tip seçimi suallar verənə Tempoy say sisteminə aid. Bunun 6-sını da götürüb hesablama qoysalar, qısa və konkret vicdansızlıq eləmiş olarlar.
Çünki 6 dənə burada hesablama bəndi versə, 6-sını da hesabla görüm. Düzdür, səhvdir, düzdür, səhvdir. Bu imtahanın vaxtını yeməkdən başqa bir şey deyil və konkret vicdansızlıqdır. Yəni belə deyim ki, bu heç bir biliyi yoxlayan bir şey deyil. Ona görə də o dərəcə vicdansızlıq eləyəcəklərini sanmıram ki, eləməyiblər də. Görəcəksiniz ki, burada 3 dənə bənd, 3 dənə bənd hesablama ilə bağlıdır. 3 dənə bənd şifahidir. Ona görə bu tip suala girişəndə birinci şifahi bəndlərdən yanaşmaq lazım ki, variant çıxa biləsiniz. Məsələn, 2-yə baxıram. 16-lıq say sistemində ən böyük 2 rəqəmli ədəd FF-dir. Mən bu suala şifahi cavab verə bilirəm. Bunun üçün hesablama eləməyə ehtiyac yoxdur. 16-lıq say sistemində ən böyük 2 rəqəmli ədəd FF-dir. Bəli, doğrudur. 16-lıq say sistemində ən kiçik 2 rəqəmli ədəd 16 deyil, 1 və 0-dır. Ümumiyyətlə, bütün say sistemlərində ən kiçik 2 rəqəmli ədəd 1 və 0 kombinasiyası. Yəni 10 deyirsiniz ona. 3 səhv. İkili say sistemində ən kiçik 3 rəqəmli ədəd 111-dir. Xeyr, 100-dür. Və salam, bunları çıxdı. Ücə 1-dir, 5-dir, 6-dır hesablamadır. 6 sadə hesablamadır. Məsəl üçün yazıb ki, 2 üstü 6, yəni 64 onluq ədədini İkili say sisteminə çevirəndə sıfırların sayı. Mən keçən həftə dedim ki, bir düstur göstərim. Dedim 2 üstə 6-dırsa, ikiliyə keçirsə onluqdan, deməli nə əmələ gəlir? Bir dənə 1, qüvvətində də nə? Qüvvətindəki qədər də sıfırların sayı. 6 varsa, deməli 6 dənə sıfır olacaq. 7 dənə sıfır olası deyil. Söz sizə qaldı 1 ilə 5-i sürətli şəkildə, daha sonra belə ki, növbədə hesablama. Yəni bu görürsünüz, 2, 3, 4, 6-nı sürətli şəkildə cavablamaq olur. Gəldik 1-ə. Hansı ki 122, 123-ü ikiliyə keçsəz, yəni bölə-bölə keçsəz 6 dənə 1 alacaq. Bu doğrudur. Və ikili say sisteminin ən kiçik 3 rəqəmli ədədi 100-dür. Üstə gəlinsin. 16 say sisteminin ən böyük 2 rəqəmli ədədi də FF-dir. Bunları da çevirib toplasaz, biri 255, biri 4 eləyir. Toplayanda eləyir 259. Doğru cavabımız olur 1, 2, 5. Bizə dəqiqə gəlirəm yoldaşlar. Davam edək. Deməli 22-ci sual. Deyir ki, ayətdə xanasındakı düstur icra olunduqdan sonra neçə olar? Deməli, bizə nə verib? Sam verib. Samın da içərisində bir neçə şey verib. Məsələn, len A2 Azərbaycanın uzunluğu 10-dur. Bu hazır. Power 3 B2. B2 nədir bizdə? B2 bizdə 4-dür. 3-ün üstü 4. Bu da elədir 81. Qaldı A2 C4 diapazonu. A2 C4 diapazonuna da baxsaq, mətindir, 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 mətindir. 3 dənə 8-im eləyir 24, üstünə 4, 28, üstünə 5, 33. Bu da eləyir 124, əgər səhv hesablamadımsa. 91, 124, hə. Gəldi 23-ə, A 10-dur, B 15-dir. Deməli, artıq burada A-nın qiyməti dəyişəcək olacaq 5. B bərabərdir, 5 də gəlsin 2A, 15 də gəlsin 2 vur 5. Bu elədir 25. Ən sonda da deməli 3-ü vurur 5-ə, çıxır 25 böl 5-i. Bu da eləyir 10. Enerjidən asılı olmayan daxili yaddaş qurğuları hansılardır? Birinci Tupoy variant kimi sərt diski çıxaq. Çünki sərt disk xarici yaddaş qurğusudur. Heç daxili yaddaş qurğusu deyil ki, biz onu variantlarda fikirləşək. Qaldı ki, enerjidən asılı olmayanlar daimi yaddaş. Bir də ki, kumulus yaddaş. 2, 5.
Uyğunluğu müəyyən edin. Ağ rəng, qırmızı rəng və s. rənglərin kodlarını bilmirəm, bilirsiniz yoxsa yox. Yəni bu RGB-yə əsasən hansının altına FF yazılsa ya da 255 yazılsa o rəngi ifadə edir. Ki, məsəl üçün qırmızı rəng 1-ə qırmızıdır. Hamısı FF olanda göy, qırmızı, yaşıl rəngi maksimum dərəcədə qarışdıranda bizə ağ rəngi verir. Hamısı 0 olan isə qara rəngdir. Deməli, BAD. Belə. Keçdi informatika qəbul 2020. Bəlkə də informatika tarixini, hətta informatika tarixinin ən çətin qəbullarından biridir deyərdim. Yəni ki, çünki həmin il səfərlərimizdə 25 yazan yox idi heç. Aşağıdakı əmr və kateqoriyalardan hansı fayl tabına aiddir? Deməli, bax, söhbət bu hissədən gedir. Əvvəllər hansı ki, bax, bəzən burada exit-lə close-u səhv salır. Exit-lə close fərqli şeylərdir, yoldaşlar. Əvvəllər exit də var idi, close da var idi. Belə də ki, exit ümumi proqramdan çıxış edir, close-u isə cari sənədi bağlayır. Aydın oldu, yəni təmiz fərqli şey. Onun görə exit-lə close-u çaşdırmayın, eyni şey deyil. Biriləri çıxdığı avtomatik. Home dediyi nədir? Home hansı ki, burada home tabı ilə çaşdırmayın. Burada da gördüyünüz kimi home var. Aydın oldu, bax, bunu çox səhv salırlar. Home tabı ilə bu home-u. Faylın isə, bax, bu home tabı başqadır. Faylın içində də bir dənə home kateqoriyası var, yəni belə deyək ki. Bu doğrudur. Paste yoxdur, aydın məsəl ki. Recent. Recent deyilən hissə belə ayrılıqda yoxdur, amma home-un içində var. Yəni bunu qəbul etmək olar. Account var, yəni görünür. Hansı ki import yoxdur, export var. Gördüyünüz kimi burada. Qaldı demək 2, 4, 5, 8. Prosta deyəsən burada variantları verməmişim. Hə, 2, 4. Hə, burada variantlar düşməyib. 2, 4, 5, 8 olmalı. Gərək düzəldim bunu. Okey, sonra gəlirik 2-yə. NTFS fayl sisteminin FAT fayl sistemi ilə müqayisədə əsas üstünlükləri nədir? Yenə testologiyanın ideyasından şey deyəcəm, danışacağım. Baxın, bir şeyin üstünlüyü deyirsə, məntiqli olaraq cavablarda mənfi olan şeylər götürülməməlidir. Üstünlük deyirəmsə, niyə mənfi olan şeydən danışım ki? Məsəl üçün, nasaz klasterlər təkrar istifadə. Nasaz bir şeyin istifadə olmanın nə dərəcə üstünlüyü ola bilər ki? Bir getdi. Yəni, bəzi şeyləri əzbərləmək lazımdır, bəzi şeyləri məntiqini tutmaq lazımdır. Onu demək istəyirəm. Fayl və qovluqların şifrələnməsi, sıxılması, bərpası imkanı var. Bəli, bu doğrudur. Hər bir klaster üçün 4 bayt yox, 4 kilobayt konkret əzbərçi bir məlumatdır. Yəni, dəqiq bilməlisən məlumatı. 4 kilobaytdan istifadə olunur. Böyük ölçülü və fayl və bölmələr dəstəklənir. Doğrudur. Bütün istifadəçilər üçün ümumi recycle bin yox. Daha doğrusu ümumi yox. Hər bir istifadəçi üçün ayrı-ayrı recycle bin tətbiq olunur. 2, 4. Yəni siz Windows-da, məsəl üçün tutam ki, hal-hazırda Füzuli Əhmədovda bir dənə user var. 4-5 dənə user açsaz ki, görmüsünüz elə bir şey. Həmin bu 4-5 dənə userin hamısı üçün ayrı-ayrı hər dəfə sistemə öz login parollarını yazıb girəndə hər birinin fərqli-fərqli recycle bini olacaq. Yəni kimsə kimsənin zibil qutusunu görməyəcək. Sonra rəngli təsvirin 1 pikselini yadda saxlamaq üçün 9 bitdən istifadə olunur. Onda deməli rəng suallarının sayı 209 olur, 5 son 2 dənə. 4. Doğru mülahizələri seçin. Deyir ki, cədvəlin hər bir yazısı müxtəlif struktura malik olmalıdır. Xeyr, eyni struktura malik olmalıdır. Bu getdi. Nisbət anlayışı 2 ölçülü cədvələ ekvivalentdir. Doğrudur. Nisbətin qüvvəti yox. Gücü domen kortejlərin sayını verir. 3 səhv. 1-3-ü rahatlıqla biz çıxa bilərik. 2-5-imiz doğrudur. Baxaq 4-dən 6-ya. Cədvəldə təkrarlanan yazılar ola bilməz. Bəli, doğru deyir. Çünki biz bilirik ki, cədvəldə hər bir yazı bir qiymətli olur da, yəni təkrarlana bilməz. Doğru cavabımız A olur. Gəlin 6-ya da bir dənə baxaq. Cədvəldə təkrarlanan adla sahələr ola bilər, ola bilməz. Atributlar hamısı unikaldır. Prosesorun daxili oyuqları necə adlanır? Deməli, bu daxili oyuqlar deyəndə çox adam deməli 3 anlayışı səhv salır. Port, sonra slot, heç register yadlarına da düşmür. Hətta şini də qarışdırırlar. Mən bunları hamısını ayrı-ayrı sizə göstərirəm ki, başa düşəsiniz ki, nədir. Baxın, bax,
Bax yoldaşlar, şin dediyimiz şey belə bir şeydir. Şin ana plata üzərində olan xəttlərdir. Magistrallardır. Bu belə xəttlərdir. Yəni şin xəttdir, kəmərdir. Nə bilim, kabel kimi bir qoşulmadır. Budur şin. Hansı ki, gəldik slotlara. Slot nədir? Slot gördüyünüz ana platanın üzərində olan dərmə deşiklərdir. Ana plata üzərində olan deşiklərdir ki, siz ora qurğuları taxırsınız. Ya da yuva deyirik də, yəni deşik deməyək, yuva deyək. Qaldı ki, slot, port. Portu həmişə necə yadınızda? Port, bax, kompüterinizin qırağında olan deşiklər. Telefonunuzun zaryatka doldurduğunuz yerə Type-C port deyirsiniz siz ora. Port qurğuların kənardan qoşulduğu yerdir. Yəni, məsəl üçün, klaviatura ancaq kompüterə qoşursunuz. Nə vasitəsilə? Port vasitəsilə. Aydın oldu. Və bunları bunu yenə deyirəm, çox səhv suallar tələb edir. Mən yəni, fikir verirəm. İndi gərək bizdən nəyi soruşur? Bizdən soruşduğu... Bu niyə belədir? Bura nə əlaqə? Hə, burada açmışam. Bizdən soruşur prosesorun daxili oyuqları. Hansı ki, prosesorun üzərində sarı nöqtələri var. Bax, prosesorun üzərindəki bu sarı nöqtələr, bu oyuqlar, və oyuq bunlara deyir, yəni ki, həmin bu oyuqlar adlanır register. Yəni, uşaqların çoxu bunu səhv salıb portla şin yazırlar tez-tez. Sonra gəldi 6. Oley obyekt sahəsi nəyi saxlamır? Gördüyünüz kimi digər variantlarda hamısı multimedia ilə bağlı bir şeylərdir. Doğru cavab D variantı ki, sahənin ölçüsünü saxlamır. Daha sonra 7. Kursor cədvəlin hər hansı sətrinin xanasında, xanadan kənarda olarsa, cədvələ yeni sətrin əlavə olunması üçün hansı düymədən istifadə edilməlidir? Deməli, burada da iki hal var. Diqqətlə baxaq. Bu olsun bizim cədvəlimiz. Əgər kursor sonuncu xananın daxilində, kursor sonuncu xananın daxilində olarsa, bu zaman yeni sətr əlavə etmək üçün tab düyməsindən istifadə olunur. Bir daha qeyd edirəm, kursor mütləq şəkildə cədvəlin sonuncu xanasının içərisində olmalıdır ki, tab işləsin. Əks halda başqa xanalarda olsa və siz tab sıxsaz, fikir verin. Görürsünüz? Tab keçid edir. Sonuncu xanada olanda artıq keçid edir yeni sətrə. Əgər kursor gördüyünüz kimi xanadan kənardadır. Fikir verin və kənardadır. Əgər istənilən xananın kənarında olarsa, bu zaman tab əslafla enter düyməsi ilə açırsınız. Bax, enter vururam, gördüyünüz kimi yeni sətr açmış olur. Deməli, xanadan kənarda enter, sonuncu xananın daxilində isə tabdan istifadə olunur. Doğru cavabımız olur burada enter. Çünki xanadan kənarda deyir. 8. 513 səhifədən ibarət olan kitabın ilk səhifəsində bu qədər şəkil var. Qalan səhifələrində bu var. Deməli, hesablayaq. Gəlin, mən bunu belə qoyum. İlk səhifəsində deyir. Birinci səhifədə deməli 1024-ün 1024-də 64 dənə rəng çaları dediyi üçün biz bunu qəbul edirik 200-6 ki, rəng dərinliyini 6 bit götürək. Başqa nə qaldı? Heç nə. Qaldı bir dənə bunu kilobayta çevirək. Bitdən kilobayta. Deməli, bu verəcək nə? Bu yuxarı verir 3 vurulsun 221, aşağıda verir 213. Bunları yığış eləyəndə 256 fır 3. Bu edir 768 kilobayt. Keçdik, deməli, qalan hissəyə. Qalan 513 səhifədən birində şəkil var, qalan 512-sində mətn var. Onda 209 vurulsun. Deməli, hanı bu? 32 sətir, 32 dənə simvol və Unicode-dadır. Vur 2 bayt. Böyürük 210-a, çünki baytdan kilobayta keçiddir, 210-a bölmək lazımdır. Bunlar getdi. Bu da elədim 1024 kilobayt. 1024-ün üzərinə 768 gələndə eləyir
1792 kilobayt. Yəni, şəkli tapdıq, mətni tapdıq, axırda cəmlədik. Gəlirik 9-cu 2020-nin ən axmaq sualı. Yəni, görəcəksiniz ki, niyə axmaq sualdır. 1. Deyir ki, doğru deyirlər. Bir slayda bir neçə keçid effekti vermək mümkündür, xeyr. Amma bir obyektdə bir neçə animasiya var. Bir dənə slayda bir neçə dənə transition verə bilmirsiniz. Yalnız bir dənə verə bilirsiniz. Amma bir obyektdə bir neçə dənə animasiya vermək olur. Məsələn, bax, bir dənə verdim. Görürsünüz, 1 yazdı. Sonra add animation-dan gəlirəm, bir dənə tutam ki, puls əlavə edirəm. Görsə oldu 1, 2. Yəni, animasiyanı vermək olur obyektə 2 dənə. Amma keçid effektini vermək olmur. Slayda bir dəfə vermək olur. Təqdimatın nümayişi zamanı slayda flomasterlə daxil edilmiş elementləri çap etmək mümkün deyildir. Bu nə deməkdir? Siz nümayiş rejiminə keçdiyiniz zaman klaviaturadan Ctrl-P düyməsini sıxsaz, slaydı çapa göndərmiş olmursunuz. Əksinə, ekrana qələm çıxır və siz o qələm vasitəsilə və ya flomaster vasitəsilə ekranda yazı yazırsınız. Bizə də onu deyir, flomasterla yazılmış yazıları çapa göndərmək olacaqmı sonradan, yoxsa yox? Hansı ki, siz nümayişi bitirəndə proqram sizdən soruşur. Want to keep your ink annotations, keep or discard. Yəni, saxlayaq, yoxsa silək. Əgər saxlasanız, bu zaman onu çapa da göndərə biləcəksiniz təbii ki. Deməli, yazıların orada qalıb-qalmaması sizdən asılıdır. Ona görə də bizə deyir ki, nümayiş zamanı slayda flomasterlə daxil edilmiş elementləri çap etmək mümkün deyildir. Xeyr, mümkün də ola bilər, mümkün olmaya da bilər. Yəni, bu sizdən asılı bir şeydir. 2-də səhvdir. Gəldik ən absurd, mənasız bir bəndə. Slayda verilmiş keçid effektlərinə ön baxışı həyata keçirmək üçün vəziyyət sətrində ayrıca düymə nəzərdə tutulmamışdır. Nə deyir burada erməni budaq cümləsi? Biz hər hansı bir slayda transition verəndə və ya hər hansı bir obyektə animation verəndə burada preview var. Preview'unu vurub baxa bilirik ki, bu necə işləyir. Deyir ki, keçid effektlərinə verilmiş effektlərinə ön baxışı həyata keçirmək üçün bu preview düyməsi vəziyyət sətrində, yəni baba aşağıda, bu paneldə nəzərdə tutulmuyor. Tutulmayıb cəhənnəmə nəzərdə tutulsun. Kimin nəyinə lazımdır? Bu bəndlə, bu sualla sən tələbəyə nə öyrətmək istəyirsən? Kimin nəyinə lazımdır bu? Hansı müəllim imtahana girib bunu yazar ki, tələbə də yazsın? Beləncə, absurd bir şeydən yəni ki, sual düzəldirlər. Ona görə 3 də hansı ki, düzdür. Çünki yəni aşağıda belə bir düymə yoxdur. Sonra deyir ki, slayd mətnlərindəki simvol arası məsafəni dəyişmək üçün hər hansı bir əmr nəzərdə tutulmamışdır. Söhbət bu hissədən gedir ki, hansı ki, slaydda burada mətnlər arası, mətndəki simvollar arası məsafə var. Bu deyir ki, nəzərdə tutulmayıb, amma var. 4 də yəni səhvdir. Təqdimata yeni slayd home-dan əlavə olur. Düzdür. Slaydları fərqli sərlövhə vermək düzdür. Bu da düzdür. Doğru cavab olur 1, 2, 4. Gördüyünüz kimi belə axmaq, mənasız bir sual idi. Necə ki, bu il 2026-nın birinci cəhdində də salmışdılar. Çətin bir sual, eləncə açıq sual özdə. Setup slide show-da nə eləmək olur, nə eləmək olmur. Cədvəldə ASCII kod cədvəlindən bir hissə verilmişdir. Deyir ki, bir simvolun 16-lıq kodunu tapın. Birinci sualı diqqətlə başa düşün ki, ASCII kod cədvəlindən bir hissə verilib. Çünki bilirsiniz ki, ASCII kod cədvəlində 256 dənə simvol var. Onlardan yalnız burada neçə dənəsi verilib? 3, 3, 6, 7 dənəsi verilib. Və izni bizdən bir simvolunu istəyir. Simvol hissəyə baxanda biz bir simvolunu görmürük. Amma bizə ipucu olaraq 4 ilə 5-i verib. Ki, biz belə başa düşürük ki, 5 53-dür, 4 52-dirsə, deməli, məntiqlə 3 51 olmalıdır, 2 50 olmalıdır, 1 isə nə olmalıdır? 49 olmalıdır deyib, cavabı da 49 qeyd edib, səhv eləyirik. Niyə? Çünki sual bizdən 16-lıq kodu soruşur. Bizim isə tapdığımız 10-luq koddur. Ona görə deyirəm ki, sualı diqqətlə oxuyun. Hansı hissələr ki, vacibdir altından xətt çəkin.
Sonra 49-u 16-lığa keçirəndə doğru cavabımız alınacaq 31. Keçdiyi ekranın zəruri fraqmentlərinin qrafiki təsvirini mübaliğə buferinə atmaq üçün snipping tool, nojnici deyilən belə bir proqram var. Snipping toolu yandırıb, new vurub, məsəl üçün buradan hər hansı bir səni kəsirsiniz. Gördüyünüz kimi bunu kəsir atır mübadilə buferinə. Sonra sorğular nədir? Müxtəlif meyarlara görə informasiyanın axtarışı və verilənlər bazasına alınması üçün nəzərdə tutulmuşdur. Rəngli təsvirin bir pikselini yadda saxlamaq üçün 10 bit tələb olunarsa, rəng cavablarının maksimal sayı neçə olar? Bu da bayaqki şeylə təkrardır, 1024. Ümumiyyətlə, burada mən iki variantın suallarını birləşdirmişəm. Yenə A, B, C, D-dir bilirsiniz. A ilə B-də eyni oynayır, C ilə D-də. Mən üçün bu biyaları burada işlədiyiniz sual və görürsünüz, bu A variantına düşür. Burada 9 bitlə verib. Bu da tutam ki, C variantına düşür. Burada da tutam ki, 10 bit verib. Eyni sualdır. Mətni bütünlüklə seçmək üçün hansı düymələr kombinasiyasından istifadə olunur? Ctrl-A. Ctrl-All Select. Ctrl-C bilirsiniz ki, copy-dir. Ctrl-End sənədin sonuna keçid etmək üçündür. Shift-End sətri başdan sona seçmək üçündür. Shift-Home sətri sondan əvvələ doğru seçmək üçündür. Əməliyyat sisteminin periferiya qurğuları ilə qarşılıq əlaqəsini təmin edən proqram, hansı ki, proqram deyirsə, söhbət driverdən gedir. Olsa ki, desəydi ki, qarşılıq əlaqəsini təmin edən qurğu və ya mikrosxem desəydi, cavabımız kontrollar olardı. Elektron cədvəldə 12 xanadan ibarət diapazon verilib. Səhv eləmirəmsə C variant olacaq. C, D, Y, 3 dənə bu, 4 dənə də bu. 4-ü 3-ə vuranda 12 dənə eləyir. 12. Page borders, page color əmrləri hansı lent qrupuna aiddir? Hansı ki, page background-a aiddir? Sayğac sahəsi nə üçün istifadə olunur? Sorğuların, sahələrin, yazıların nömrələnməsi üçün. Avtonumberdən söhbət gedir bu arada. 19-cu sual aktuallığını itirib, artıq belə bir sual yoxdur. Yəni, Windows 11-də doğru deyil. 20-ci sual hansı yanlışdır, şəbəkəyə aiddir? FDDI ulduz deyil, halqadır. Bizə də yanlışlar istəyir də. 100 Vega Enilan ulduzdur. Şruz iki müxtəlif kompüter şəbəkəsini birləşdirir. Doğrudur. Terminator işçi stansiyanı yoğun koaksial kabelə qoşmur. Bu transiverdir. Marşrutlaşdırıcı müxtəlif topologiyalar ki, xeyr. Demişdim ki, marşrutlaşdırıcıda, yəni routerda müxtəlif olmalıdır. Eyni olmamalı deyil. 1, 4, 5 doğru cavabımız D. Aşağıdakılardan hansı taskbarda yoxdur? Bunu demək olar. Gadgets, yox, söhbət burada dəyişib, yox. Bu sualda aktuallığını itirib. Amma bir dənə diqqətlə baxım. Notification var. Cavab çıxmayacaq, yəni belə deyək ki. Belə deyək. Cavabı çıxartmaq olar. Düz, yəni daha doğrusu cavabını verək, bilmirəm, cavablarda olur. Gadgets var ucu. Əvvəllər yox idi, ucu var. Language bar var, bu var, bu var, show desktop var. 5-dən 6 yoxdur. Windows 11 ilə baxası olsaq, 5-dən 6 yoxdur. Amma cavablarda yoxdur. Yəni 2-ni silsək, belə A götürmək olur. Əsas burada gadgets idi. Gadgets əvvəllər yox idi, indi var. Sonra widget gedir. Amma ona bizim dildə gadget də deyirlər də. Gadget, widget. Amma onda burada 2 də gələcək. Çünki bunun adı burada widget gedirsə, bunlar da kitabda da widget kimi verir. Amma bizim də deyirlər gadget də deyirlər bəzən, yəni belə də deyirlər. Mini proqramlar. Onda burada 2-ni də götürmək olar. 2, 5. Çünki bunun adı widget gedir burada. Əvvəllər ekranda var idi gadgetlər. Yerləşdirilməcə ekranda belə saat yerləşdirirdi də. Telefonda da bilirsiniz, telefonda ekranla. O formada gedirdi. Onda 2, 5, 6 götürmək olur. Gəldik Neyman arxitekturasının prinsiplərinə aid deyil. 1 aiddir, 2 aid deyil, 5 aid deyil, 7 aid deyil, 2, 5, 7. 4 də var. Verilənlər aparat səviyyəsinə təyin olunmuş, proqram səviyyəsinə təyin olunur. Doğru cavab oldu D.
Doğru mülahizələri seçin. Digər sualla demək olar ki, üst-üstə düşür. Bu digər variantda olan sualdır. Verilənlərin qiyməti onun mənasını yox, özünü ifadə edir. Adı mənasını ifadə edir. Bir səhvdir. Birləri çıxaq. Gəldi. 2. Verilənlər bazası informasiyanın saxlanma emalı tətbiqi nə bilim nə tutulmuş tətbiqi proqramdır. Xeyr yoldaşlar. Verilənlər bazası bax VB proqram deyil. Proqram VBS-dir. Verilənlər bazasının idarə olunma sistemi. Bu artıq tətbiqi proqramdır. Amma VB özü, yəni verilənlər bazası özü proqram deyil. Verilənlər bazası, yəni cədvəl filan budur. Yəni belə deyək ki, proqram deyil. 2 də səhvdir. 2-nin də çıxsa doğru cavab 3, 4, 6 qalır. Sonra sistemdə əvvəlcədən təyin edilmiş qrafik əsasında hər hansı tapşırığın yerinə yetirilməsi task schedule-dur. Sənədin səhifələrini nömrələnmək üçün insertdən istifadə edirik. Elektron post proqramı Outlook-dur. 27 gördüyünüz kimi təkrar sualdır, biaxçı ilə, yəni digər varianta düşüb. Burada da yazıb ki, yenə NASAS klasterlər istifadə. Bir iki bəndə dəyişiblər, amma hani diqqət edin. Bir səhvdir, yəni üstünlük deyil. Sonra hər bir klaster üçün deyir ki, 4 baytdır, bu da səhvdir, 4 kilobaytdır bayaq dedik. Faylların fragmentasiyası azalır. Hər bir istifadəçi üçün görürsünüz orada ümumi yazmışdı. Burada yazıb ayrıca. Burada ucu doğrudur. Doğru cavabımız olur 4-5, baxırıq 2-yə. İkinci sualda yazıb ki, disk 512 baytlı sektorlardan təşkil olunub. Yoldaşlar, yanında saxlayın ki, həm FAT-da, həm də interface-də standart olaraq bir sektor 512 baytdır. Əgər hər ikisində eynidirsə, deməli bu da üstünlük sayılmır. İkinci bənd doğru fikirdir. Doğru fikirdir. Amma üstünlük deyil. Çünki ikisində də eynidir. Görürsünüz, belə incə məqamlar var. 28. Aşağıdakı mülahizədən hansı biaxçı sualın təkrarıdır. Orada doğru deyili soruşurdu. Burada doğruduru soruşurdu. Birə-bir veriblər. Baba, bu sualdır. Deyil. Orada doğru deyili veriblər. Digər variantda doğrudur halını veriblər. Yəni belə deyim ki, orada 1, 2, 4 idi. Burada da cavab 3, 5, 6-dır. Bu nədir? Variantlarda bir axtarış sistemi üzrə deməli nəticələr çıxıb ortalığa. Deməli, Access deyir ki, biri bu şərti ödəmir. Deyir, bu axtarışa uyğun olmur. Or and düsturunu yazaq. Access or Excel üstə gələnsin. Access and Excel bərabərdir. Access plus Excel-ə. Şurada Excel-imiz var, Access-imiz var. Topladıq elədi 3600. Hansı ki, bu xətt bizdə və ya da ordur. Bu da 2500-dür. Bu da X-dir. 3600-dən 2500-ə çıxanda X olur 1100. Deməli, C, Y, D, B variantları qrup təşkil edir. A variantı artıqdır. 30. Proqramlardan hansı ofisə daxil deyil? Winamp, WordPad, Reader, Photoshop. 1, 6, 7, 8. 31. View tabının əmrləri vasitəsilə icrası mümkün olan variantlar. Tez 2-ni qeyd edirəm. Kör gör. Bütün proqramlarda sənədin görünüş rejimləri view-dadır. Qaçınılmazdır. Digər tərəfdən, yadınızdadsa bundan qabaqki qəbulda, sınaqda mən sizə belə bir söz dedim, izah elədim, iş vərəqi ilə bağlı. Dedim ki, yoldaşlar, iş vərəqi ilə bağlı əməliyyatların 90%-i home tabında yerləşir. 3-ü çıxdıq, 6-nı çıxdıq, gəldi 7-yə. Dedim ki, yalnız bir dənə əməliyyat var. İş vərəqinin tor xətləri, yəni grid lines, bir də headings, başlıqlar. Onları gizlədib göstərmək haradadır? View-dadır. Özə dedim ki, gizlətmək, göstərməklə bağlı şeylərin çoxu zaten oradadır. Amma diqqətli olun, yəni 3 ilə 7-ni çaşdırmayın. İş vərəqini gizlətmək, göstərmək orada deyil. Tor xətlərini və başlıqları gizlədib göstərmək oradadır. Digər tərəfdən, iş kitabını yadda saxlamaq. Bilirsiniz ki, nə oldu buna? Hə. Deməli, iş kitabını ümumiyyətlə yadda saxlamaq dediyimiz şey save-dir. Save
Bütün belə deyim ki, proqramda faylın içində yerləşir. Nə deyə aləm dəydi bir. Bircə dəqiqə yoldaşlar, bir bunu bağlayım, təzədən açım. Mouse'um görünmür. Başa düşmürəm niyə belə elədi. Hı, hə. Deməli, 2-ni götürdük, 7-ni götürdük, bunu çıxdıq, bunu çıxdıq. İş kitabını yadda saxlamaq dedik ki, savedir, bu hər zaman faylda yerləşir, çıxdıq. Düstur sətrini gizlədib göstərmək, bəli, oradadır. Burada xüsusilə bax, əsas şeylərdən biri budur, iş kitabını gizlətmək. İş kitabını gizlətmək, bəli, Excel-də yerləşir, View-da. Bax, hide. Bu hide-dəki kitabı gizlədir. Bu sual təkrarən gəlib qabaqki illərdə qapalı sual kimi düşüb. Qapalı sual kimi düşüb, istifadə olunub. Doğru cavab oldu 1, 2, 5, 7. Bu nə deyir? 129 deməli səhifə. Hə, bayaqki məsələdəndir. Deməli, asaq bunu belə, burada həll edək. Yenə birinci səhifədə şəkil var. 256 rəng çaları, 8 bit. Bölək bunu 213-ə, çünki kilobaytla deyir ifadə elə. Deməli 19, burada da 3 var, 22. Bunlar gedəndə qalır burada 5 son 2. Qaldı geriyə 128 səhifə, 2 üstü 7, 32 dənə sətir, 64 dənə də simvol və Unicode. Bölü 2 üstü 10, bunu da çevirək yenə kilobayta. Bunlar getdi, bu da getdi. Yox, səhv elədim. Getdi, burada 2 qaldı. Bu da elədi 5 son 2. 5 son 2, 5 son 2. Cəmsi eləyəcək 1024. Sonra doğru mülahizələri seçin. Vektor qrafikasında xətt nə qədər uzunsa yerə dəxlisi yoxdur. 2 doğrudur, 5 doğrudur. Bu təkrar sualdır qəbullardan. 34-cü sual. 2000 neçənci ildə modeldə istifadə olunub. Qapalı sual kimi gəlib, qəbul açıq sual kimi düşüb. Elektron təqdimat proqramında özdə uşaqlara bir gün qabaq mən dimin modellərini işlədirdim. Bu sualı gördüm, qapalı sual kimi dedim, ehtiyatlı olun, düşər də. Yəni gəldi açıq sual kimi imtahana düşdü bir gün sonra. Deməli, elektron təqdimat proqramında slaydlara müxtəlif obyektlər əlavə etmək üçün hansı lent qruplarından istifadə olunur? Animations qrup deyil, tabdır. Daha sonra tables var. Tables var, okey. Pages deyə bir şey yoxdur. Images var, illustrations var. Charts illustrations'ın içində yerləşir. PowerPoint'də. Yəni qrup olaraq illustration-sdır, amma əmr chartdır. Header and footer yoxdur, o tekstin içində yerləşir, bir də symbols var. 1, 3, 5, 8. Burada nə deyir? Average A2, A14 bu edir 4. A14, B12 o edir 36, cəmləyəndə deyir 40. Verilmiş elektron cədvəl fraqmentinə əsasən C15 xanasının qiymətini tapın. Deməli, average B3, B15. Deməli, yox, B3, B15. 7, 15, 3, 5. A13, B12, 25. Cəmləyəndə deyir 30. Uyğunluğu müəyyən edən qida bloku, mikroprosesor, kontroller. Qida bloku qurğular arasında enerji paylayır. Mikroprosesor ədədlər üzərində həm hesab məntiq, həm də məntiq əməliyyatları yerinə yetirir. BD. Kontroller isə neynir? Xarici qurğuların işini idarə edən mikrosxemdir C. A heç birinə uyğun gəlmədi, yəni. Uyğunluğu müəyyən edin. RAM deməli emal edən informasiyanı yadda saxlayır. ROM BIOS proqramını saxlayır, test proqramlarını saxlayır. AC.
Kumos isə neyniyir? Vaxtı, tarixi idarə edir. Bir də ki, başqa nəsə var? Bir də kompüterin konfiqurasiyasını yadda saxlayır. BY. D, AC, BY. Və belə. Aydın olur yoldaşlar. Bəli, müəllim. Okay. Təklif edirəm ki, bu 2020-ni full qurtardıq, mən izah elədim. Gəlin 2021-ləri siz özünüz sıfırdan işləyin. Aydın oldu, işləməmişik Bəli. də. 2021 birinci cəhd, sonra 2021 ikinci cəhd, belə gedəcəkdir elə bir ki. 2021 sınaq, 3 dənə elə bir 2021-i götürün, 2021-ləri də bir qutaraq, sonra 2022-ləri bir qutaraq, belə-belə işləyəcək hissə. İndi qoy mən bunu ayrım indi atım, siz də oradan baxın, sonra səhvlik olmasın. Hər ehtimal. Deməli, bizə dəqiq rekordanı.